Ağlayan uşaq 1980-ci illərdə İngiltərədə çox məşhur olan İtalyan rəssamı Bruno Amadio'nun tablosudur. Onu Avropa yakasında Burhan Altıntop obrazının salonunda Chico kimi tanıyırıq. 1985-ci il sentyabrın 4-də Britaniyanın The Sun qəzetinə danışan yanğın söndürən, son vaxtlar yanan evlərdə çoxlu yanmamış ağlayan oğlan tablosunu tapdıqlarını söylədi. Həmçinin bildirilib ki, yanğın söndürənlərdən heç biri bu rəsmləri öz evlərinə gətirmək belə istəməyib. The Sun və digər qəzetlər bu mövzuda xəbərlərini sonrakı aylarda da davam etdirdilər. 1985-ci ilin sentyabrında İngiltərənin The Sun qəzetində məqalə dərc olundu. Cənubi Yorkshirdə bir cütlüyün evi yandırılıb. Yanğın söndürənlərdən biri qəzetə açıqlama verib ki, dağılmış evdə zədələnməmiş ağlayan uşaq tablosu tapıblar. Bütün insanlar bu hadisədən sonra evdə ağlayan uşaqların şəkillərini dağıtmağa başlayıblar. Əgər evdə ağlayan uşaq şəkli varsa, o ev lənətlənmiş sayılırdı. Bu arada qorxu filmlərinə bərabər müxtəlif ssenarilər çəkilirdi. Rəssam tablolardakı uşaqları qaçırır, rəsmlərini reallaşdırmaq üçün onlara işgəncə verir və onların ən qorxulu hallarını çəkirdi. Mavi gözlü şirin oğlan Chico portreti çəkildikdən az sonra uşaq evində baş verən yanğında dünyasını dəyişdi və bu yanğına görə yetim uşağın ruhu Amadio'nun tablosunda sıxışdı və rahat qala bilmədi. Ona görə də qapalı qaldığı tablodan xilas olmaq və sülhə qovuşmaq üçün içində olduğu evləri yandırırdı. Lənətdən qurtulmaq üçün də nəzəriyyələr yarandı. Məsələn, ağlayan oğlanla ağlayan qızı birlikdə divarlarına asanlar fəlakətlərdən sağ çıxmaqla yanaşı bəxtləri də gətirərdi.